Naxçıvanda yeni dövr başlayır. Struktur islahatları, çevik idarə etmə və intensiv inkişaf. Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində Muxtar Respublikanın gələcək taleyini və idarə etmə konturlarını bəyan edib. Dövlət başçısı vurğulayıb ki, qarşıda duran strateji hədəflərin icrası üçün bütün imkanlar mövcuddur. Prezident bildirib ki, Naxçıvanda da Qarabağ və Şərqi Zəngəzurdakı kimi effektiv idarə etmə üsulu formalaşdırılıb. Bu addım inzibati nöqteyi nəzərdən hər üç strateji bölgəni eyni səmərəli sistemdə birləşdirir. Lakin ən önəmli məqam Naxçıvanın hüquqi statusu ilə bağlıdır. Dövlət başçısı zaman-zaman ortaya atılan iddialara birdəfəlik son qoyaraq bəyan edib ki, Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu qalır. Əsas məqsəd statusu ləğv etmək yox, idarə etmə qaydalarını təkmilləşdirməkdir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan xüsusi nümayəndəlik institutunun üstünlükləri artıq orada yaşayan 90 mindən çox insan tərəfindən aydın görünür. İndi növbə Naxçıvanındır. Kadr islahatları və idarə etmənin təkmilləşdirilməsi qədim diyarın tamamilə yenilənməsinə, şəffaflığın artırılmasına və vətəndaşların rifahına xidmət edəcək. Prezidentin bu bəyanatı həm də ekspert dairələrində bəzən dolaşan status ləğv olunacaq iddialarını tamamilə alt-üst etdi. Dövlətin Naxçıvan strategiyası bəllidir. Güclü muxtariyyət statusu altında mütərəqqib və müasir idarə etmə modeli.